Əli əleyhissalam deyir ki, günah eləməmək tövbə eləməkdən asaddır. Adam günah eləməsə çox asandır. Amma günah eləyəndən sonra tövbənin qəbulundan ötürü hələ biz o şəraitə düşəcəyik, hələ o günahdan çəkinəcəyik. O ümumiyyətlə elədiyimiz işi hələ günah olmağın boynumuza alacaq, ondan sonra nə bilim, nə. Sonra bir vaxt gələcək ki, başa düşəcək, həqiqətən biz günah eləmişik, başlayacaq tövbə eləməyə, ondan sonra tövbənin də qəbulundan ötürü şərtlər var ki, o şərt olsun, bu şərt olsun, ta tövbə gedib yerinə çatsın indi. Allah inşallah ondan sonra qəbul eləyər. Gör bir dənə günahdan bağışdır, tövbəsindən ötürü, günahın bağışlanmasından ötürü nə qədər zəhmət, əziyyət, əzab var. Günahı eləməməyə nə qədər əziyyət çəkir adam. Eləmir də. Adam acından ölür, desin çörək yeyib, kəlmə deyir, yemirəm, yemir, elə ac qoyur, başını yatır. Yəni günah eləməmək ac qarnına yatmaqdan da çətindir. Yaxşı. Həqiqətən məncə çətin deyil günah eləməmək, ac qarnına yatmaq. Ac qarnına yatanda adam mədəsi ağrıyır, yuxusu gəlmir, ondan sonra nə bilim, nə saatlarla yata bilmir. Günah eləmir. Görür, qeybət elədilər, durur, çıxır, gedir o yana. Yaxşı. Ona görə Əli əleyhissalam deyir ki, özünüzü hazır edin bu mövzulara. Özünüzü hazır edin, fəma məta'ul həyatı dünya fil axirə illa qəlil. Allah Teala Quran-ı Kərimdə buyur ki, Tövbə surəsinin 38-ci ayəsində. Deyir, dünyanın bu mətası var, dünyanın bu biz istifadə elədiyimiz hissəsinin hamısı, üstündə bir nəyi var hamısı, deyir, bu axirətin müqabilində çox azdır. Amma məta'ud. Siz bilmirsiniz ki, dünyada məsələn də bir qarın haram yeməyə görə, ya bitki haram yeməyə görə axirətdə nələr itirirsiniz. Bilmirsiniz, məsələn, bilmirik ki, bir kəlmə yalan danışmaqla axirətimizdən nə qədər itir. Və bu yandan da bu bitki, məsələn, haram yemək bizə nə verdi? Adam günlərlə ac qalır, heç nə olmur. İndi o bitkəni yeməsin, o bir şübhəli şeyi yeməsin.